5 dənə dəlil deyəcəm ki, sinə vurmağın dəlili hardandır. Və əgər bunlar tək başına bir-bir bu dəlillər dəlil olmasa da, kifayət edəcək dəlil olmasa da, bu dediklərimin məcmuəsi 100% insana arxayınlıq verir ki, sinəzən deyib döş döymək, sinə vurmaq nəinki caiz bir əməldir, əksinə bəlkə şəriət tərəfindən bəyənilən və dəstəklənən və tövsiyə olunan əməllərdəndir. Birinci dəlilimiz cəza hədisləridir. Nə deməkdir cəza? Hədislərdə gəlibdir ki, hədisin üzünü oxuyuram. İmam Sadiq əleyhissalamdandır, mötəbər bir rivayətdə buyurur ki, Kullul cəza vəl-buka məkruhun sivəl cəza vəl-buka aləl-Hüseyn əleyhissalam. Hər bir cəza və ağlamaq məkruhdur, xoşa gəlməzdir, yalnız İmam Hüseyn əleyhissalama olunan cəza və göz yaşından başqa, ağlamaqdan başqa. Cəza nə deməkdir? Cəza sözü ərəb dilində səbr sözünün əksidir. Deyirlər, məsələn, filan kəsə müsibət üz verdi, səbr elədi. Filan kəsə müsibət üz verdi, cəza elədi. Yəni, səbirsizliyi göstərib anormal hərəkətlər elədi. İmam əleyhissalam buyurur ki, hər bir anormal hərəkətlər, müsibət zamanı edilən hər hansı anormal hərəkətlər pis şeydir, xoşa gəlməzdir. Yalnız Cəddi İmam Hüseyn əleyhissalama olunan cəza, yəni müsibətə görə anormal hərəkətlər xoşa gələndir, bəyəniləndir. Birinin əzizi ölüb, nə inəyər? Başına çırpır, gözünə çırpır, başını divara vurur, nə bilim, sinəsini yırtır, saçın yolur. Anormal hərəkətlər ki, müsibət zamanı baş verir, ona deyilər cəza. İmam Sadiq əleyhissalam da buyurur ki, hər bir cəza pis şeydir, İmam Hüseyn əleyhissalam olunan cəzadan başqa. Biz də müsibət üz verib, üzümüzə çırpırıq, sinəmizə çırpırıq, başımıza döyürük, deməli onda yaxşı şeydir. Bu birinci dəlil. İkinci dəlil, Əhl-i Beyt əleyhissalamın qadınlarının hərəkəti. Yenə İmam Sadiq əleyhissalam öz gözəl hədislərinin birində buyurur ki, Əhl-i Beytin qadınlarından danışır, buyurur, və ləqəd şəqəqnəl cüyub və lətamnəl xudud əl-Fatimiyyat aləl-Hüseyn ibn Ali və alə misli tultəmul xudud və tuşəqqul cüyub. Həzrət buyurur ki, İmam Hüseyn əleyhissalam şəhid olandan sonra Fatimilər, yəni Fatimə-i Zəhra əleyhissalamın qızları, gəlinləri üzlərinə çırpdılar, yaxaların cırıq-cırıq elədilər. İmam Hüseyn əleyhissalam müsibətində üzlərinə çırpırdılar və yaxalarını cırırdılar. Sonra İmam Sadiq əleyhissalam buyurur ki, İmam Hüseyn əleyhissalam kimi bir şəxsə gərək yaxalar cırılsın, gərək üzlərə çırpılsın. İndi üzə çırpdın, ya başına çırpdın, ya sinənə çırpdın. Deməli, İmam əleyhissalam sanki bizə əmr eləyir ki, Hüseyn ibn Ali kimi şəxsə gərək sinə döyülsün, gərək üzə çırpılsın, gərək başa çırpılsın, gərək yaxa cırılsın. Bu ikinci dəlil. Üçüncü dəlil. İmam Zaman əleyhissalamdan nəql olunan Ziyarətun Nahiyyə müqəddəs ziyarətnaməsində Həzrət buyurur ki, İmam Hüseyn əleyhissalamın şəhadətin vəsfili buyurur, fələmmə rəəynən nisa cavadəkə məxziyyən və nəzarnə sərcükə aleyhi məlviyyə bərəznə minəl-xudud naşiratu-şuur aləl-xudud-il-atimat. Cəddah, ya Hüseyn, elə ki, Əhl-i Beytin qadınları gördülər ki, atın sənin gəlir və yəhər çevrilib qarnın altına, onlar saçlarını açaraq xeymələrdən çıxdılar və üzlərinə çırpa-çırpa atına tərəf gəldilər. Orada İmam Səccad əleyhissalam var idi, orada xanım Zeynəb əleyhissalam kimi bir müqəddəs şəxs vardı. Əgər bu iş pis şey olsaydı, əgər bu şey haram olsaydı, gərək imam etiraz eləyərdi. Və İmam Zaman əleyhissalam bunu öz ziyarətnaməsində bir İmam Hüseyn əleyhissalam müsibəti kimi canlandırır ki, Əhl-i Beytin qadınları üzlərinə çırpırdılar. Deməli, ən azından caiz bir şeydir, ən azından icazəli bir şeydir. Dördüncüsü, sirə mütəşərriyə. Sirə mütəşərriyə nə deməkdir? Fikri dəlillərimizdən, şəri dəlillərimizdən biri budur ki, əgər mömin təbəqə, mömin kəsim hər hansı bir hərəkəti nəsil bə nəsil davam elətdirirlərsə, məsələn deyək, mən atamdan gördüm ki, sinə döyürlər, o da dedi ki, mən də atamdan eşitmişəm, o da dedi, mən atamdan eşitmişəm. Bu cür əgər arxaya gedə-gedə gedib çatırsa imamların dövrünə, ona deyirlər mütəşərriyənin həyat tərzi, yəni dindar təbəqənin, dindar kəsimin dini ab-havada həyat tərzi. Və bu ən gözəl dəlillərdən biridir ki, imamların zamanına gedib çatır və imamlar bununla nəinki mübarizə aparmayıblar heç. Üstəlik, imamlar dəstəkləyiblər, mərasim qurublar, yas mərasimləri, şairlər çağırıblar, rozaxan çağırıblar və yas saxlayıblar. Bu da dördüncü dəlilimiz. Beşinci dəlilimiz də bundan ibarətdir ki, tarix boyu biz müctəhidlərimizin fətvalarına baxsaq görərik ki, hamısı əgər qəmə vurmaq barəsində ixtilafları varsa da sinəzən deyib sinə döymək, döş döymək barəsində demək olar ki, heç bir müştəhidin ixtilafı yoxdur
tarix boyu bütün mərcələrimiz, bütün müştəhidlərimiz bunun caizliyinə, bəlkə müstəhəbliyinə fətva veriblər. Bir fətvanı deyirəm ki, rəhmətli Fazil Lənkərani, Ayətullah Uzma Fazil Lənkərani ağanın istibdadına baxsaz, ağadan soruşurlar ki, sinəzən döyməyin barəsində, sinə vurmağın barəsində nəzəriniz nədir? Ağa buyurur ki, sinəzən deyib döş döymək müstəhəb bir əməldir və hər nə qədər möhkəm vururlarsa, nə qədər göyərərsə və izi qalarsa, bir o qədər savabı çox olur. Deməli, buna deyilər şöhrəl fətvaiyyə. Müştəhidlərin, əksər müştəhidlərin verdiyi fətva. Bu da ki, demək olar ki, həddən artıq çox müştəhidin fətvası var. Bu 5 dəlil, əgər hər hansı biri tək başına dəlil olmasa da, bunların məcmuəsi müxtəlif qərinələrə çevrilərək, müxtəlif dəlillərə çevrilərək, məcmuəsi bizə döş döyməyin şər'i bir şey olduğunu, caiz bir şey olduğunu dəlalət edir. Nəinki caizliyinə, bəlkə müstəhəbliyinə və şəriət tərəfindən bəyənilib dəstəklənən bir əməl olduğuna dəlalət edir.